Gedirdim, güzarım, düşdü bulağa. Ovçu bərəsində maralı gördüm. Yatıb inildiyir, durub boylanır. Bir neçə yerindən yaralı gördüm. Görürsünüz, harada dayandım? Güzarımdan sonra az da olsa fasilə verdim, düzdür? Həmin bu verdiyim fasilə, bax bu bölgüdür. Fasilədir. Harada fasilə veririk? Orada da bölürük. Misranı bölürük. Baxın. Misranı böləndə nə baş verir? Görək bunun bir misradakı, misra daxili bölgü necədir? Burada dayanmışıq. Gəlin, bura qədər dayandığımız yerə qədər misradakı hecaları sayaq. 1, 2, 3, 4, 5, 6. Burada neçə dənə heca oldu? 6. Aysel, axı bu qoşmadır. Qoşma 11 hecadan ibarət olur. İndi qoşma haqqında da danışacağım. İndi bölgüdən sonraki sözləri, hecanı sayırıq, sözlərdəki hecaları. 1, 2, 3, 4, 5. Burada da 5 dənə heca var. Oldu mu 11 heca bir misrada? Qoşmanın elə xüsusiyyəti bir misrada 11 dənə hecanın olmasındadır. Biz qoşmanı bu cür tapırıq. 8 hecalıdırsa gəraylıdır, 7 hecalıdırsa bayatıdır və ya nəğmə ola bilər, bayatı formasında olan. 11 hecalıdırsa qoşmadır. Pozulma var idi. Aysel, pozulma da var. Bəli, harf yoxdurun birinci misrasında, məsələn, heca sayında 12 hecadır. Yerdə qalanlarında 11 hecadır. Amma ilk misrasında 12 dənə hecadır. Altda yazmışam. Yəni, heca sayında bir heca, iki heca fərq ola bilər.